Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Peşəkar mübahisə ilə qarşınızdayıq. Bir müddət öncə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı deyilən Ermənistan indi yenidən Avropa çətiri altına sığınmağa çalışır. Bir sıra mövzularda xüsusilə də təhlükəsizlik məsələsində yeni məsləhətçilər təyin edilib. Digər bir tərəfdən hərbi kolon da daşınır, yenə bir aktivliyi biz müşahidə edirik. Təbii ki, regionla bağlı məsələni müzakirə edəcəyik, ancaq paralelində Ər-Riyaddakı görüş də önəmlidir. Yaxın bir neçə dəqiqə ərzində bütün bu məsələləri müzakirə etməyə çalışacağıq peşəkarlarımızla. Bəs həmsöhbətimiz kimlərdir? İstərdim onu sizə təqdim edim. Studiya qonaqlarımız hərbi ekspert Telman Qasımov və siyasi şərhçi Abutalov Səmədovdur. Xoş gəlmisiniz hər biriniz. Xoş gördük. İlkin olaraq başlayaq Ermənistanın yenidən Avropaya inteqrasiyası məsələsindən. Çünki bir sıra görüşlər keçirilib və bu görüşlər ərəfəsində də müəyyən bir açıqlamalar verilib. Xüsusilə də təhlükəsizlik sisteminin təmin olunması ilə bağlı Ermənistan tərəfdən bir açıqlama var ki, biz Ermənistan Xarici İşlər Nazirinin müavininin bir açıqlaması oldu ki, Ermənistan artıq Avropa İttifaqı ilə dialoqlar aparır və bu istiqamətdə də artıq müəyyən bir məsələlər həllini tapmağa çalışılır. Yəni daimi bir komissiyanın yaradılması müzakirə olunur. Bununla bağlı da bir iclas keçirdilər. İlkin olaraq istərdim bir növ təhlil edəyim. Ermənistan yenidən qayıdır Avropaya doğru. Niyə? Bir qədər bunun səbəblərini araşdıraq. Çünki bundan öncə Rusiya yönümlü mövqeləri var idi. Hətta görüşlərin keçirilməsi də planlaşdırılırdı. Niyə yenidən Avropaya inteqrasiya etməyə çalışdı Ermənistan? Sizdən başlayaq Abutal bəy. Əslinə qalsa, Ermənistan uzun müddətdir qərbə yaxınlaşmağa çalışır. Trump'ın seçkisindən sonra vəziyyətin dəyişdiyini gördü və bir Rusiya variantını da yoxlamaq qərarına gəldi ki, bunlara etibar eləmək çox çətindir. Təbii ki, Avropada göz qabağındadır. Ukrayna nələrlə üzləşir. Ancaq Rusiyada belə asanlıqla qəbul eləməz Ermənistanı. Üstəlik Ermənistana nə verə bilər Rusiya? O məsələ də var. Ermənistana nəsə vermək istəsə, Azərbaycanın qarşısını almalıdır. Bu baxımdan mən hesab edirəm ki, nə Avropaya yaxınlaşmaq bir şey verməz Ermənistana, Amerikasız Avropa neyniyə bilər? Avropanın özü Amerikadan xahiş edir ki, onun təhlükəsizliyinə təminat versin. Üstəlik, Ukrayna ilə bağlı da problemlər göz qabağındadır ki, ona da heç bir təminat yoxdur. Arada gəh deyirlər, sülh məramlı hazırlayırıq, sonra deyirlər ki, fikrimizi dəyişdik. Yəni, əslinə qalsa, Paşinyan çox istəyərdi ki, Rusiya yaxınlaşsın. Ancaq o qədər körpüləri yandırıb ki, çalışsa uzun müddət çalışmalıdır. Yəni, qısa müddətdə mən bir parada getməklə Rusiya yaxınlaşmaq təbii ki, çox çətindir. Çünki Rusiya kifayət qədər Ermənistandan narazıdır. Ona güvənməyin qeyri-mümkün olduğunu da başa düşür və onu da başa düşür ki, sabah bir əlverişli variant çıxsa, yenə də anti-Rusiya bəyanatları, anti-Rusiya fəaliyyəti başlayacaq. Ona görə Ermənistan qalıb arada vurluqur, hara yaxınlaşsın və heç biri də ona təminat verə bilməz. Siz necə düşünürsünüz Telman bəy? Sizcə həqiqətən Ermənistan ikili seçim arasında mı qalıb? Çünki verilən açıqlama o yöndədir ki, biz Avropa ilə təhlükəsizlik məsələlərində yeni bir formatları müzakirə edirik deyə. Bu söhbət nədən gedə bilər? Aydın məsələdir ki, iki seçim arasında qalmaqdadır. Belə də davam edir. Amma bir şey nəzərə alaq ki, Paşinyan hakimiyyəti, bugünkü Ermənistan hakimiyyəti qərbin bir planıdır. Yəni, əgər bu qərbin proyektidirsə, deməli belə çıxır ki, sıfırdan son nəticəyə qədər bunlar Avropanın maraqlarını və inisiativlərini həyata keçirməyə və davam eləyəcəklər. Düzdür, indi burada Rusiyanı da inkar eləmək olmaz. Çünki burada Rusiya çox da Amerika qərb qədər uzaqda deyil Ermənistanda və hesab edək ki, hələ də bugün Ermənistanda Rusiyanın rıçaqları güclüdür, müəyyən yox, daha da çox, belə deyək də, təsir dairəsi genişdir, böyükdür. Dövlət strukturlarında hələ də orduda, xüsusən də orduda Rusiyanın orada rıçaqları daha güclüdür. İstənilən an orduda istədiyi bir pozuntunu edə bilir. Və xüsusən də hesab etsək ki, əgər bu hərbiçilərin əksəriyyəti, generalitetlərin əksəriyyəti bunların vaxtında zamanda Rusiyada təhsil almış adamlardır. Təbii ki, artıq bunlar cəlb olunmuş adamlardır. Bu baxımından indi dünyada gedən bu dəyişikliklər, xüsusən də bu regionumuzdakı olan bu baş verən hadisələrdir, gözlənilən gələcəkdə hadisələrdir. Bunların hamısını əgər biz nəzərdə alsaq və bəlli olur ki, Ermənistan bugün qərbin diktəsi ilə həm İranın,
belə həm Rusiyanın maraqlarını getdikcə də regionunda, istərsə də öz ölkə daxilində getdikcə də zəiflətməyə doğru addımlar atmaqdadır. Mən misal üçün bir misal çəkək. Zəngəzur dəhlizi məsələsinə gəldikdə Ermənistan hələ də seçim edə bilmir. Bu dəhlizi Rusiya tapşırsın, həvalə eləsin, yoxsa Qərbə həvalə eləsin. Amma əslində açıqlamaları o yöndə deyil. Yəni demək olar ki, qeyd edir ki, biz təhlükəsizliyi özümüz təmin edəcəyik. Deyil də. Bəli. Yəni söhbət sadəcə nə Avropaya da ümid bağlamır, belə görünür. Mümkün deyil. Nə də ki, Rusiyaya. Yox, mümkün deyil. Paşinyan hakimiyyəti, ümumiyyətlə Paşinyana qədər də Sarkisyan-Koçaryan hakimiyyəti elə bir struktur, elə bir təməl qoyublar ki, istər-istəməz hansısa bir mövqeni tutmalısan sən. Ya Rusiya meyilli olmalısan, ya Qərb meyilli olmalısan. Yəni tək başına heç bir zaten fəaliyyətləri yoxdur. Əlbəttə ki, çünki həm siz fikir verin, həm onların beynəlxalq siyasi arenada olsun, istərsə daxili və yoxdur, regional siyasi fəaliyyətlərinə baxanda elə bir güc təsiri yoxdur onların, güc təsiri yoxdur. Məsəl üçün, Azərbaycan regionda gücdür. Yəni, regionda bugün hər hansısa bir layihənin, hər hansısa bir baş verəcək siyasi proseslər Azərbaycanın razılığı olmadan bu həyata keçirmək mümkün deyil. Yəni, Azərbaycan söz sahibidir. Və bundan da əlavə, beynəlxalq tribunalarda, beynəlxalq aləmdə Azərbaycanın diplomatiyasının, düzdür, bəzi zamanlarda Azərbaycan diplomatiyası böyük çətinliklərlə üzləşir. Hətta elə olur ki, tərk edir, çıxır, gedir. Amma öz mövqeyini, yenə də öz mövqeyini qoruyub saxlamaqdadır. Amma Ermənistanda bu yoxdur. Ya bu tərəfdə olmalısan, seçim gəldikdə, ya da bu tərəfdə olmalısan. Amma Azərbaycan da tamamilə fərqlidir. Belə deyək də, balanslaşdırılmış siyasəti yürüdə bilir. Ermənistan bunu edə bilmir. Edə bilmir. Ona görə də mütləq formada ya Rusiyanı, ya da Avropanı seçməlidir. Mütləq şəkildə. Özdə xüsusən də son zamanlar baxın da fikir verin ki, Amerika və Qərb gəndə Fransanı belə götürsək, Ermənistanın silahlandırılma məsələsində nə qədər aktivləşiblər. Məsəl üçün, ona görə də baxımından indi onlar yəqin ki, dönəcək qaydacaq bunların silahlandırılma məsələsində. Amma bunlar hamısı onu göstərir ki, Paşinyan özü qalıbda belə seçim arasında. O seçim də ona imkan verməyəcək. Amma indi görünür ki, yenidən aktivləşiblər Avropa milliyə. Yəni, nəyə görə bunu deyirəm? Sözümün canı var. Ermənistan Xarici İşlər Nazirinin müavini bir iclas keçirmişdi. Görüşdən sonra bir açıqlaması var. Deyir ki, biz Avropa İttifaqı ilə uzun müddətli bir tərəfdaşlıq üçün məsləhətçilər müəyyənləşdirdik və o məsləhətçilərin artıq müəyyən bir hissəsi, söhbət təbii ki, Avropa nümayəndələrindən gedir. Onlar artıq Ermənistana gəlib deyə bir açıqlaması var. Yəni, görürük ki, danışıqları artıq fərqli bir məcraya keçiriblər. Fərqli bir mərhələdən və fərqli aspektdən artıq yanaşmağa çalışırlar. İndi ikinci bir nümayəndə gəldi. Avropa İttifaqı Mülki Müşahidə Missiyası bir tərəfdən, indi məsləhətçi adı ilə başqa bir nümayəndələr gəlib yerləşdirilir Ermənistana. Nə baş verir burada Abdal bəy? Mən güman eləmirəm ki, ciddi bir şey baş verir. Avropanın Ermənistana ilə bir ciddi kömək göstərmək imkanı da yoxdur. Avropa özü təlatümlər içindədir. Trumpın yeritdiyi siyasət Avropanı çaşbaş vəziyyətə salıb və bu vaxta kimi bütün təhlükəsizlik təminatını Amerika Birləşmiş Ştatları verib. İndi birdən-birə Amerika Birləşmiş Ştatlarından məhrum olan Avropa öz başına çarə axtarır. Neynəsin? Vəziyyətdən nə cür çıxsın? Təbiidir ki, Amerikada ürək-dirək də verirlər ki, Rusiyanın sizə hücum eləmək fikri yoxdur, narahat olmayın. Hətta Putinlə güya görüşdə də buna bənzər fikirlər eşidiblər. Ancaq yenə də təbii ki, narahatçılıq qalır. Və bu vəziyyətdə məsləhətçilər neyniyəsirlər? Amma bilirsiniz, burada əsas məsələ nədir, Abdal bəy? Məsləhətçilərin içərisində, yəni onu müəyyənləşdirən ölkələrdən biri Fransadır. Və Fransa Ermənistanın 5 nazirliyinə, bu nazirliyin adları açıqlanmır. Bu Müdafiə Nazirliyi ola bilər, bu digər Xarici İşlər Nazirliyi ola bilər, bu önəmli hansı ki, Ermənistana təsir dairəsi güclü ola biləcək bir qurumlar ola bilər. Hətta məsləhətçilər, ekspertlər göndərib, orada yerləşdirib, otuzdurub bunları. Göndərəcəyi də deyilir, ancaq artıq məsləhətçilərin göndərib-göndərməyinə. Bunun özü önəmli bir siqnal deyilmi sizcə? Yəni, nəzər alsaq ki, Müdafiə Nazirliyinin binasında Birləşmiş Ştatların nümayəndələri əyləşib. Artıq keçən ildən biz bunu bilirik. İndi Fransada bu adla, ola bilər ki, yenə deyirəm, burada Müdafiə Nazirliyi ya da hansısa bir nazirliyin adı hələ ki açıqlanmır. Ola bilər ki, Fransada elə bundan istifadə edib bu nümayəndələrini artıq göndərib-göndərməyinə. Göndərə bilər. Söhbət ondan gedir ki, Ermənistana nə verə bilərlər bunlar? Siz təsəvvür edin. Avropanın təhlükəsizliyi üçün Ukrayna müstəsna əhəmiyyətə malikdir və ön cəbhədir, kəsib qabağını.
Rusiya bu qədər zərbə vurdu, bu qədər ziyan vurdu. Və hesabda biz nə güman eləyirdik? Avropa, Qərb Ukraynaya kömək eləyir. Eyni zamanda müharibədən sonraki dövrdə də təqribən 1 trilyona yaxın ən azı yardım eləyir ki, Ukrayna bərpa olunsun. İndi nə məlum olur? Özünü Qərbin təhlükəsizliyi üçün qurban verən Ukrayna Avropadan aldığı pulların hardasa 100 milyard yardım ediblər, onun yardım çoxu borçdur. Əgər hərbi yardım borc şəklində verirsə, onda Ukraynanın yenidən qurulması üçün bunlar pul verərlər və bu borçları Ukrayna nə cür qaytara bilər? Yəni deyirsiniz ki, hələ ki Avropanın başı Ukraynaya qarşı belə olan məqamda Ermənistan nə qədər maraqlı ola bilər? Üstəlik Ukrayna Ermənistanla müqayisədə Avropa üçün dəfələrlə daha əhəmiyyətli dövlətdir. Və əgər Ukrayna belə münasibət varsa, Ermənistana nə edəsidirlər bunlar? Ermənistana nə kömək, real nə kömək eləyə bilərlər? Təbii də Fransa dünyada ikinci silah satan ölkədir və Ermənistana da müəyyən silahlar satar. Ancaq havayı verərmi? Əgər bunu Ukraynaya eləmirlərsə, Ermənistana niyə eləməlidirlər? Söhbət sadəcə silahlandırmadan əgər getməsə deyə, burada siyasi bir idarəçilik də, təsir də ola bilərmi? Təsəvvür edin ki, Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır. 40%-dən artıq ticarət dövriyyəsini Rusiyanın payına düşür. Nə edə bilər? İndiyə qədər əlaqələr quruldu mu? İndiyə qədər o ticarət dövriyyəsinin artması, Ermənistana investisiya qoyulması istiqamətində bir iş görüldü mü? Yalnız danışıqlar gedir, yalnız danışırlar, real kömək yoxdur. Elə Ermənistanın çaşbaş qalmasının kökündə də bu dayanır. Nə Qərbə güvənə bilir, nə də Rusiya yenidən qayıtmağa şansı var, ümidi var ki, bəlkə qayıtdım əvvəlki kimi görəsən, məni qəbul edirlər yoxsa yox. Sizcə, Teymur bəy, Abdal bəylə razısınızmı? Yəni, sizcə nə edə bilərlərmi həqiqətən, yoxsa orada nəyisə bir təhlükəni sezirsinizmi? Çünki Avropa Sülh Fondundan da 10 milyon avroluq səhv etmirəmsə rəqəm olaraq bir yardım ayrılacaq ayrılmağına. Bilirsiniz necədir? Avropa elə bir qurumdur ki, bu Avropa Birliyi olsun, Avropa olsun. Ümumiyyətlə, biz onları barmaq arası baxmayaq. Yəni, onlar pulu xərcləyəndə bir yerə ki, maliyyə ayırırlar, onu boşuna ayırmırlar. Orada bir maraq var ki, bunlar ayrılırlar. Yəni ki, Avropalı pulu göydən tapmır ki. Və Ermənistana gəldikdə isə marağı nədir? Ukrayna ilə Ermənistanı biz eynələşdirə bilmərik. Çünki nə üçün? Çünki Ukraynanın tamamilə fərqlidir. Orada situasiya, gedən proseslər Ermənistan isə fərqlidir. Təbii ki, belə ilkin baxanda Ermənistandan bunlar nə istəyə bilərlər? Balaca bir məmləkət. Heç də elə bir yer kürəsinə və yaxud da ki, dünyanın siyasi, belə deyək də, xəritəsində belə ciddi bir dövlət deyil. Amma burada biz Ermənistanın timsalında biz İranı nəzərət almalıyıq ki, burada böyük bir imperiya var. Yəni 70-80 milyonluq İran var. O İran ki, bugünkü gün bütün varı ilə, gücü ilə Avropaya qarşıdır, Amerikaya qarşıdır, İsrailə qarşıdır, İngiltərəyə qarşıdır. Yəni bax, bunların biz bütün nəzərində təbii ki, Avropanın burada pul ayırması və yenidən yaranacaq bu xəritənin üzərində yeni infrastrukturlardır, yeni yol xəlləridir, açılacaqdır. Burada pullar qazanılacaqdır, borular çəkiləcəkdir və Avropanın bundan geridə qalmaması məsələsi var ki, burada əgər bu pullar xərclənirsə Ermənistanın yolunda, deməli bunun gələcəkdə 10 qatına, 100 qatına o pulları geri qaytarmaq məsələsi də gündəmdə var. Bu baxımından burada Rusiya faktorunu Qərb 100% mən əminəm ki, nəzərə alıbdır. Ona görə də Ermənistana xərclənəcək o pullar heç nə boşuna deyil. Bir də biz Avropa deyəndə, biz burada əsasən, xüsusən burada Fransanı nəzərə almalıyıq ki, burada daha çox, ən çox canı fəşanlıq edən Fransadır. Fransada bilirsiniz ki, Ermənistanla birlikdə Vatikanın bacılarıdır. Vatikan onları bacılar kimi qəbul edibdir. Və bütün bu proseslərin fonunda Fransanın getdikcə Ermənistana tam yiyələnmək, sahab durmaq məsələsi, prosesi var. Bilirsiniz, mən bu Sovetlər dönəmində gördüyümü deyirəm ki, yəni hələ Sovetlər dönəmində Sovetlərdir, Rusiyadır, KGB-dir, nə bilim, partiyada falan Ermənistanda daimi Amerikanın və Fransanın təsiri güclü olubdur. Bax, bunu mən həyatımda gördüyüm, gözümlə gördüyüm o prosesləri deyirəm. Yəni ki, istənilən erməni, istənilən zaman minərdi təyyarə Amerikaya uçardı, Fransaya gedib gələrdi və Fransa ilə çox
əlbir idilər də, əlaqəli idilər. Bu da nədən bağlıdır? Təbii ki, 100 illik o proseslərlə bağlıdır ki, xeyli erməni o vaxt köçübdür, gedibdir orada məskunlaşıb və Fransa bugün onlara çox böyük dəstək verir. Siz çox gözəl bir, maraqlı bir məsələyə toxundunuz ki, bəs bu dövlət strukturlarında bunların gəlib məskunlaşıb. Bəli, bugün demək olar ki, ən vacib olan həmin o dövlət strukturlarında, infrastrukturlarında artıq fransızların orada ekspertləri yerləşiblər, oturublar, belə deyək də, mütəxəssislər oturublar, onlara istiqamət verirlər. Artıq Amerika ordu qüvvələrini ələ keçirmək planındadır. Yaxınlarda, yay ayında orada təlimlərə başlayır. Amerika 3-cü nəhəng böyük bir təlim başlanacaqdır. Belə deyək də, böyük sayda, çox böyük sayda Amerikadan silah sursaq texnika Ermənistana daşınır. Planlaşdırır güya sentyabrda bunlar çıxacaq. Heç mən inanmıram da, heç buna da inamım yoxdur. Yəni bu proseslər gedir. Bu gedən pullar niyə xərclənir? Bu bir texnikanın bir ölkədən bir ölkəyə transfer olunması filan gedər, bunun maliyyə xərcləri var, bunun mütəxəssisləri var, bunun getmək var, yemək var, təminat var, təlimlərin bu təlimatları var. Əgər bu Ermənistan bu Avropa üçün, Amerika üçün elə bir əhəmiyyət kəsb etmirsə, bu nə üçün bu qədər xərclər xərclənir? Deməli, burada nəsə var ki, bunlar hamısı xərclənir. Yenə də burada qeyd etmək lazımdır ki, burada İran və Rusiya faktorudur. Burada Azərbaycan faktoru deyil. Bəli, hardasa həmin o silah sursaq texnikanın daşınması müəyyən qədər Azərbaycana maneçilik törədəcəkdir. Çünki rəqib bir ölkəni, düşmən bir ölkəni müharibəyə hazırlaşmaq prosesində dəstək olmaq, texnika ilə təmin eləmək falan. Bu Azərbaycan üçün çox böyük bir problemlər yaradacaq bir məsələlərdir. Amma biz unutmayaq ki, İrandır. Demək olar ki, qarşıda, öndə də İran planı var. İran planı var. Rusiyadakı bəlli məsələdəki bütövlüklə buradan Rusiyanın qol qanadını kəsməkdədirlər. İran məsələsinə ayrıca toxunacağım. Teoman bəy, keçim istərdim bir qədər Abdal bəyin də fikrini alım. Düzdür, Birləşmiş Ştatlar məsələsinə toxundu Teoman bəy, hansı ki, gələcəklər təlim adı ilə hərbi texnikaları yerləşdirəcəklər. Bəli, yayın sonunda da çıxacağı deyilməyinə, ancaq siz istərdim bir qədər öz müşahidələrinizi, təhlillərinizi bölüşəsiniz. Bu arada Ermənistandan bir hərbi kolon yenə keçir. Hara getdiyi bəlli deyil, informasiya verilməyib bu barədə. Ancaq gördüyüm yenə Ermənistan da nəyəsə hazırlaşır. Sizcə onların ikisinin bir-biri ilə əlaqəsi, bağlılığı varmı? Yəni təlim adı ilə erməni kolonlarının hazırlanması və ya yerləşdirilməsi kimi? Yəni Ermənistanın elə bir ciddi hazırlıq içində olmağını mən düşünmürəm. Ermənistan öz gücünü də bilir, Azərbaycanın gücünü də bilir. Üstəlik, Azərbaycanın yanında Türkiyənin olduğunu da bilir. Kolon keçirdib neyniyəsidir, yaxud oraya silahlar gəlib neyniyəsidir, gücü çatarmı? Yaxşı bilir ki, gücü çatmaz. İranla bağlı məsələdə, təbii də siz dediniz, onun üstə ayrıca dayanırıq. Erməni əhalisi son rəy sorğularına görə öz təhlükəsizliyini ilk növbədə İrana güvənir. Birinci ölkə İrandır. Və İran Ermənistanda əhali içərisində çox populyardır. İrana qarşı Ermənistan hansı addım atarmı? Mən düzü güman eləmirəm. Təbii də, əgər Telman müəllim deyən kimi həqiqətən də Amerika Birləşmiş Ştatlarının yanında olmağa cəsarət göstərsəydi, İran çox böyük problemdir. Dünya üçün çox böyük problemdir. Və əgər Ermənistan belə bir mövqe tutsaydı, Amerikanı çox sevindirərdi, ancaq tutacağını güman eləmirəm. Onda deyirsiniz ki, bizim üçün təhlükəsi yoxdur əslində. Mən Ermənistanı Azərbaycan üçün təhlükə saymıram. Yaxşı, bəs Birləşmiş Ştatlardan gələn hərbiçilər, Fransalı nümayəndələrin deyə gəlib müəyyən bir qurumlarda yerləşməsi məsələsi, hərbi dəstəyin artırılması, bunlar İran deyilsə, Azərbaycan deyilsə, Türkiyə deyilsə, onda bir variant qalır, ancaq Rusiya. Yox, bilirsiniz, burada bir şey var da. Amerika Birləşmiş Ştatları əgər Biden administrasiyası olsaydı, mən düşünərdim ki, bütün bu addımlar Rusiya qarşı yönəlir. Bəs onda niyə gəlirlər, yaxşı? Ancaq özünü tarixə sürpərvər prezident kimi salmaq istəyən Trump və əlində də imkan var ki, artıq sülh sazişi razılaşdırılıb. Cəmi bir problem qalıb konstitusiya ilə bağlı. Ermənistana yüngül təzyiq göstərib ilk sülh müqaviləsini
imzalanmasına nail ola bilər və Putin də etiraz eləməz. Trumpla münasibətlər elədi ki, onun qabağa keçməsinə Putin etiraz eləməz. Yəni sənin belə bir şansın var ki, ilk sülh müqaviləsini yaxın zamanda imzalanmasına nail olasan. Sən niyə burada gərginliyi artırmalısan? Burada sənin uduşun nədir? Yəni bu barədə də düşünmək lazımdır. Yəni əslində qalsa Amerika Birləşmiş Ştatlarının Almaniyadan müəyyən silahları Azərbaycana gətirməkdə və onun orada qalmasında marağı ola bilərmi? Mən hesab edirəm ki, yoxdur marağı. Yəni birbaşa Birləşmiş Ştatların Rusiyaya qarşı bir mövqeyi ola bilməz deyirsiniz. Nəzərə alsaq indi Trump açıq şəkildə Putini müdafiə edir ki, biz bəli, Rusiya-Ukrayna cəbhəsində bəli. Eyni zamanda əsas müdafiənin kökündə nə dayanır? Biz Rusiyanın təsir zonasına müdaxilə eləməməliyik. Amma ola bilərmi ki, regiona uyğun olaraq fərqlənsin Abdalov bəy? Yəni Rusiya-Ukrayna cəbhəsində bəli, Birləşmiş Ştatların özünün orada ayrıca böyük bir marağı var ki, ödədiyi pulları geri alsın. Elə deyilmi? Bəli. Cənubi Qafqazda, yəni Ermənistan üzərindən marağı amma sizcə dəyişə bilər? Niyə Rusiya ilə, söhbət Rusiya ilə gedir? Yəni burada toqquşa bilərmi? Trumpın Rusiya çox ehtiyacı var. Çünki onun Qrenlandiya planları var, Arktikada o görəcəyi işlər var, Kanadanın 51-ci ştat eləmək istəyir, bəs çox ciddi iş var. Bunlar real deyil axı, bunlar aydın məsələdir. Burada Rusiya ilə bir şəkil daşımır. Real, niyə Arktikada Rusiyasız neyə bilər? Yox, aydın məsələdir. Siz burada bir məsələ var ki, biz unutmamalıyıq ki, Amerika tək deyil. Amerika təbii ki, burada İngiltərə ilə məsləhətləşir, İngiltərə ilə paralel olaraq addımlar atır. Burada biz Amerikanı deyəndə İngiltərəni unutmamalıyıq. İngiltərənin burada öz maraqları var. İngiltərənin burada maddi, mənəvi, belə deyək də, planları var. Burada yenə deyirəm, burada kommunikasiyalardan söhbət gedir. Yeni yaranacaq bax bu kommunikasiyalardır, Zəngəzur dəhlizidir, şərqlə qərbin arasında olacaq bu ticarət yollarının açılmasıdır. Çin məsələsi var burada, çox vacib, önəmli məsələlərdən biridir ki, Çin burada aktivləşir, Orta Asiyada aktivləşib də demək olar ki, Qazaxıstan tamamilə Çinin, belə deyək də, nəzarətindədir. Getdikcə Qazaxıstandan Azərbaycana nədir ki? Bir dənə Xəzər dənizini keçirsən Azərbaycandır. Azərbaycandan da Ermənistana, Gürcüstana və Türkiyə. Bax, burada yəni qlobal biraz baxmaq lazımdır məsələlərə. Təkcə burada Amerika və Qərbin məsələsində belə tıxanıb qalmaqla alınmır bu işlər. Ona görə də burada İngiltərə maraqlı var və burada Çinin ən əsas məsələlərdən biridir budur ki, Çinin inkişafının qarşısını almaqdır. Bir kəmər, bir xətt məsələsinin bunun qarşısını almaqdır. Əgər Çin bunu reallaşdırarsa, bunun nəticəsi nə olacaqdır? Qərb buna nə əldə edəcək? Amerika nə əldə edəcək? İngiltərə nə əldə edəcəkdir? Çin bir yerdə dayanmır. Çin getdikcə irəliləyir, artıq ilkinə qədər inkişaf etməkdə doğru gedir. Demək olar ki, Amerikanın və Almaniyanın və digər ölkələrin, o Avropanın aparıcı maşın şirkətlərini artıq demək olar ki, Çin neyniyibdir? Tamamilə məhv eləmək səviyyəsindədir. Bütün dünyanın artıq Çin maşınları qat-qat Qərbin maşınlarından, Amerikanın maşınlarından ucuz qiymətə və eyni standartlara uyğunlaşdırılmış, belə deyək də, satışları artıbdır. Yəni, bilirsiniz, bax, burada iqtisadi məsələləri biz gərək unutmayaq ki, burada ən əsas vacib məsələ regional. Təbii ki, burada ermənilərin qara qaş, qara gözünə nə Qərb, nə İngiltərə heç kim vurulmayıbdır ki. Burada yenə deyirəm, bu ən əsas vacib məsələlərdən biri bax, bu kommunikasiyaların, xətlərin açılmasıdır və buna nəzarətdir. Yəni, siyasi addımlar əslində belə görə bilirik ki, iqtisadi maraqlardan doğur. Mütləq. Belə deyə bilərik əslində. Düzdür, burada biz danışırıq. Deyək, Rusiya-Ukrayna cəbhəsində münaqişə sonlandı. Hansısa bir razılığa gəlinməyinə. Sonra diqqətlər Cənubi Qafqaza yönələrmi? Yəni, Ermənistanda yeni bir masa qurularmı? Hansısa ki, indi Rusiya-Ukrayna cəbhəsində necədir? Bölüşdürməyə çalışırlar, ona yararlanmağa çalışırlar. Eyni şey Ermənistan üzərində mümkündürmü? Çünki bir qədər öncə siz, Abdalov bəy, dediniz ki, hələ ki marağında deyil, yəni Qərbin, Avropanın xüsusilə də, yəni Ermənistan, çünki başı Ukraynaya qarşı. Bitəndən sonra eyni mənzərəni biz Ermənistanda görəcəyikmi? Çox ehtimal ki, olacaq. Bir yer üzərində dava getdiyini. Əslində qalsa, Amerika bitməyini gözləməməlidir. Çox gözəl şans yaranır. Əslində bəlkə də heç gözləmir Abdalov bəy, elə bəlkə yavaş-yavaş gəlir artıq Ermənistan, gəlib də yəni. Bilirsiniz ki, bu yaxınlarda onun prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Bakıya gəldiyi haqqında informasiyalar yayıldı. Və onun müzakirə edəcəyi məsələlərdən biri şübhəsiz ki, sülh sazişi məsələsidir. Və bu istiqamətdə mən hesab edirəm ki, fəallaşmağına ehtiyac var. Ancaq Rusiya müharibəni qurtarmasa buna müdaxilə edə bilmir. Ona görə Amerika aktivləşməlidir ki, Ukrayna müharibəsi qurtarmamış sülh sazişinə nail olsun və bir addımlığındayıq.
Yəni deyirsiniz, Birləşmiş Ştatlar təsir eləyə bilər Əlbəttə ki, sülh sazişinə. mən isə bilirəm ki, ən çox maraqlı da onlardır. Ancaq Ukrayna müharibəsi məsələsi və orada sülh, bu mən isə ona kifayət qədər uzana bilər, çünki mövqelər arasında fərq həddindən artıq böyükdür. Adi bir ateşkəs sazişinə nail olmaq üçün görürsünüz nə qədər vaxt tələb olunur və Rusiya müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışır. Ondan sonraki mərhələdə demək olar ki, üst-üstə düşən heç nə yoxdur. Daha doğrusu Amerika Birləşmiş Ştatlarının Rusiya mövqeləri üst-üstə düşür, ancaq Ukrayna hamısına etiraz edir. Onda ortaq məxrəcə nə cür gəlmək olar? Nə cür eləmək olar ki, üç tərəfin üçü də eyni mövqedən çıxış eləsin və ilin sonuna qədər sülh sazişini imzalamaq mümkün olsun. Bir yolu var təbii ki, Ukrayna təzyiqləri artırmaq. Onda da hansı Ukrayna təmsilçisi o sənədə qol çəkər? Zelenski çəkə bilməz. Qeyri-mümkündür. Kimsə cəsarət eləyərmi torpaqların Rusiyanın işğalında qalmasına, NATOya üzv olmamaq barədə öhdəliyin götürülməsinə qol çəksin. Bəli, o da önəmli bir məqamdır. Ona görə Amerika Birləşmiş Ştatları aktiv şəkildə bu proseslərə qoşulmalıdır və Ukrayna müharibəsini gözləməməlidir. Sülhün bir addımlığındayıq və yekunlaşdırmaq lazımdır. Sən sülhpərvər prezident kimi və Nobel sülh mükafatı almaq istəyirsənsə, ilk addım olaraq Azərbaycan-Ermənistan sülh sazişindən başla. Ukrayna müharibəsi çox uzana bilər. Bu arada düzdür, az öncə bir hissəsinə toxunduq İran məsələsinin. Maraqlıdır ki, Azərbaycanla Ermənistan sülh sazişinin imzalaması ilə danışıqları yekunlaşdırandan sonra hər ölkədən dəstək gəldi, alqışlandı olmağına. Ancaq ardınca Birləşmiş Ştatlardan bir mövqe gəldi, hərbiçilərini, hərbi texnikasını göndərdi Ermənistana deyə təlimlər adı ilə. Daha sonra Fransanın az öncə müzakirə etdiyimiz məsələsi var. Məsləhətçilərini göndərir Ermənistana. Bundan öncə də Rusiyadan Azərbaycana nümayəndə göndərildi. Türkiyə ilə onsuz da münasibətlərimiz qardaş münasibətindəyik. Qaldı bir İranla reaksiya. O da bugün artıq xəbər çıxdı ki, İran Xarici İşlər Naziri Ermənistana səfər eləyəcəkdir. 24-25-də orada olacaq. Ciddi görüşlərin keçiriləcəyi deyilir, deyilməkdən. Yaxşı, nə məqsəddən, hansı məqsədlə yenidən İran aktivləşib? Az öncə sadaladıqlarımdırmı əsas səbəb? Səbəblər odur ki, həm təlimlərlə bağlıdır. Üstəlik də ki, Fransanın 36-ya yaxın bu hərbi topların Ermənistana hədiyyə verilməsidir. Burada yenidən həmin o müəyyən qədər kontingentin gəlib orada məskunlaşması məsələsi var. Bir sıra məsələlər var. Xüsusən də artıq İran özü də hiss eləyir ki, daxildən Qərb Amerika işləyir də, işləyir. Bu Urmiyadakı baş verən bu hadisələr, Azərbaycanlıların, türklərin ayağa qalxması, aktivləşməsi. Yəni bu proseslər getdikcə, havalar qızdıqca oradakı proseslər də qızışmağa doğru gedəcəkdir. Yəni ki, o isti havaların, o küləyi, o əsməsi onu göstərir ki, İran möhkəm yenə də narahat olmaqdadır. Yəni narahat olmaqdadır. Xüsusən də yenə burada çıxacaq yol, yeganə yol müəyyən qədər dəstək olmaq üçün Ermənistan variantıdır ki, buradan məsəl üçün hardasa manevrlar edə bilər, tutan hesab edin ki, əməkdaşlıq elədiyi ölkələrlə münasibətlərin qurulmasıdır. Hesab edək ki, o əgər müharibə başlayarsa, o fazaya gəlib çatarsa, yeri əhalinin transfer olunmasıdır, koridorun açılmasıdır. Bütün bu proseslər hamısı özü-özlüyündə bir problemlər yaradacaq məsələlərdir İran üçün. Ona görə də Ermənistanda Qərbin fəallaşması, Qərbin getdikcə aktivləşməsi İranı çox möhkəm narahat etməkdədir. İndi düzdür, Ermənistan çalışır İranın başını aldatmağa ki, siz narahat olmayın, Ermənistan heç bir zaman İrana qarşı üz döndərməz. Ermənistan Türkiyəyə qarşı üz döndərdi 15-ci ildə, satqınçılıq elədi. Ermənistan Azərbaycana qarşı üz döndərdi, satqınçılıq elədi, Qarabağı işğal elədi. Yəni İrana mı etməyəcəkdir? İrana mı etməyəcəkdir ki, üstəlik də ki, bütün keçmiş, yəni mənbələri oxuyanda, mənbələrə baxanda görürük ki, anti-İran, anti-nə bilim, nə. Yəni o torpaqlara da bunlar iddialıdırlar. Kim deyir ki, İrana qarşı bunlar iddialı deyilər və yaxud da ki, hər hansısa bir xəyanəti eləməyəcəklər. Onlar pusqudadırlar. Sadəcə olaraq bugün Azərbaycanla düşməndirlər, Türkiyə ilə düşməndirlər, Gürcüstan özü öz hayındadır. Qalıblar, blokada da məcburdurlar. Bu erməni xisləti var da, bir erməni xisləti var. Bu yaltaqlanmaq, dərhal kimisə ələ keçirmək, öz adamı eləmək. Bu qabiliyyət bunlarda çox möhkəmdir, güclüdür. Ona görə də hələ də İranla bunlar dil tapıb yaşayırlar, qalırlar. Amma mən sizə bir şey deyim. Əgər İran məsələsi gündəmə gələrsə, İran vurularsa, İran məsəl üçün parçalanmaq ərəfəsinə gəlib çatsa, elə birinci arxadan zərbəni Ermənistan vuracaqdır İrana, yəni hazırlıqlı vəziyyətdədir, pusqudadır. Ona görə də İranın bu Xaricilər Nazirliyi və digər o rəsmilərin,
Ermənistanın davamlı olaraq səfər etməsi, bu onun göstəricisidir ki, İran narahatdır. İran çox möhkəm narahatdır. Üstəlik də ki, Rusiyanın Ermənistanla enerji məsələlərində və 102-ci bazanın artıq çıxarılma məsələsi, yenidən gündəmə gəlmə məsələsi gələndə İran təbii ki, çalışır ki, o boşluqları dərhal ələ keçirsin, dərhal əlinə keçirsin. Bu baxımdan indi gözləyək, baxaq. Bu tərbiyəmlə mən də razıyam ki, həqiqətən də Qərb, xüsusən də burada Amerikanın bu sülh məsələlərində daha çox aktivləşməsi, daha çox istəyir ki, öz tərəfinə cəlb eləsin. Bu məsələlər Amerikada çözümü tapsın, Amerikanın əli ilə bu məsələlər həllini tapsın. Amma indi aprel keçir, indi iyul aylarında əgər Ukrayna, Amerika və Rusiya arasında hansısa bir mülayimlik və yaxud da ki, hansısa bir yumuşalmalar olmasa, mən düşünürəm ki, bu məsələ biraz ağır olacaqdır. Bizim üçün də həm də deyirsiniz, Azərbaycan-Ermənistan münasibətində də bizim təsir regionumuzda edəcək. vəziyyət olduqca. İranla bağlı sizdən də bir növ fikir almaq istəyirəm, Abdal bəy. Sizcə İran nümayəndəsi bir növ Ermənistanın nəbzini yoxlamaq üçünmü gedir? Yəni, bu baş verənləri sorğu-sualı etmək üçünmü ki, yəni Birləşmiş Ştatlarla olunanlar nədir? Yəni, niyə gəlirlər? Ya da ki, Fransa məsləhətçiləri hansı qurumlarda yerləşdiriləcək? Nəyə görə? Yəni, bu sualı vermək üçünmü gedib? O suallardan bir neçəsini dediniz, ancaq mən güman edirəm ki, bu nəbz yoxlamaq məsələsi deyil, çox ciddi suallar qoymaq fikri var. Şərt qoyacaq deyirsiniz. Təbii şərt qoyar, yaxud sorğu-sual eləyər, məqsədin nədir? İndiyə qədər müəyyən güzəştlə yanaşdı, hətta müşahidəçilərlə bağlı da Avropa İttifaqının elə bir ciddi etiraz olmadı. Deyək ki, Amerika Birləşmiş Ştatlarının Ermənistanda ikinci ən böyük səfirliyi ilə hərbi baza kimi bir şeydir. Onu da o qədər etiraz eləmir. Ancaq bu birisi tərəfdən də bilirsiniz ki, Trump 2 ay vaxt qoyub İrana. Və nüvə razılaşmasını yeniləməyi tələb edir. 2015-ci ildə imzalamışdılar. Həmin razılaşmaya görə İran deməli uranı 3,7%-dən artıq zənginləşdirə bilməzdi. 3,7% yalnız atom elektrik stansiyasında istifadə etmək üçün kifayət edir. İndi məlum olur ki, haradasa 60-80% arası zənginləşdirilməyə nail olub və nüvə silahı istehsalı üçün də 90-94% tələb olunur. Buna görə Trump məsələni kəskin qoyub. Yeni nüvə razılaşması imzalanmalıdır. Əks halda çox ciddi tədbirlər görülə bilər. Və İran da özünün xarakterinə uyğun meydan oxuyur Amerika Birləşmiş Ştatlarına. Sən heç nə eləyə bilməzsən, hazırıq. Ancaq bu bir tərəfdə də təbii ki, qorxur. Və Amerika Birləşmiş Ştatlarının xüsusilə bu Almaniyadan silah gətirmə məsələsi çox ciddi narahatçılıq doğurur təbii ki. Hansı məqsədi daşıyır? Nə üçün belə bir addım atır Amerika Birləşmiş Ştatları? Bir tərəfdən sülhpərvərəm deyir, o birisi tərəfdən bölgədə gərginliyi artırır. Yəni İran kifayət qədər narahatdır və mən güman edirəm ki, nə qədər Ermənistana ümid olsa da üstəlik onu da deməliyik. Son 30 ildə ermənilər dəfələrlə deyiblər, İran bizim üçün nəfəslik oldu deyirlər. İndi o nəfəsliyi bağlayarmı? Başqa birini açmasa. Yəni. O da kim ola bilər? Hansı dövlət ola bilər? Nə hansı təminatlar verilə bilər? Mən hesab edirəm ki, çox ciddi ilə görüşün də 2 günlük olması da onu göstərir ki, müzakirə olunacaq məsələlər kifayət qədərdir və bir şey də deyim ki, Rəcəb Tayyib Ərdoğan da dedi, Zəngəzur dəhlizində dedi, bizim Ermənistanla elə bir problemimiz yoxdur, ən böyük problem İranla bağlıdır. Və İranın deməli müəyyən qurumları, İran İslam keşikçiləri korpusu hətta müharibə ilə hədələdi Türkiyəni və Rusiyanı. Ki, Zəngəzur dəhlizi yalnız mən deyən kimi açılmalıdır və bura Ermənistan nəzarət eləməlidir. Kifayət qədər ciddi problemlər var və mən hesab edirəm ki, onları həll etmək müzakirə edib, növbəti yalanları eşidib qaydarlar gedir. Aha, bu arada son olaraq da istəyirəm Azərbaycan-Ermənistan münasibətlərindən bağlı olacaq bir məsələni də danışaq. Az öncə qeyd etdim ki, bir iclas keçirilib Avropa İttifaqı ilə Ermənistan nümayəndələri arasında. Orada bir Avropa İttifaqı mülki müşahidə missiyası ilə bağlı da bir danışıqlar olub. Açıqlama oldu Xarici İşlər Nazirinin müavini ki, əgər Azərbaycanla biz sülh müqaviləsini imzalasaq, orada o tələbə uyğun olaraq missiya sərhəddən çıxarılmalı olsa belə, biz yenə də Avropa İttifaqı ilə əlaqələrimizi davam etdirəcəyik deyə. Yəni, bu bir növ həm də onun siqnaldır ki, bəli, bu ehtimal var, yəni ola bilərmi? Hansı ki, Avropa İttifaqı mülki müşahidə missiyası sərhəddən çıxsın
Amma ikinci bir sual da yaranır ki, yəni onlar Ermənistandan əl çəkmirlər, belə görünür. Yəni sərhəddən çıxsalar belə yenə də Ermənistanın üzərində əlləri olacaqmı Telman bəy? Əslində biz Azərbaycan tərəfi şərt kimi qoymayıbdır ki, Ermənistanın qarşısına ki, siz Avropadan üzü döndərin və yaxud da ki, Avropa missiyasından əl çəkin. Sərhəddə üçüncü tərəfin olmamağını Üçüncü bəli tələb tərəfindən etmişik. söhbət gedir. Burada həm Avropa İttifaqının həmin o müşahidəçiləri də ola bilərlər, Rusiyanın sürüşmə o 102-ci bazası da ola bilər və yaxud da ki, gələcəkdə hansısa bir nə bilim predlog altında gətirilən hansısa bir ölkənin silahlıları da ola bilər. Yəni gələcəkdə nəzərə tutulan bu məsələlərdir. Mən düşünürəm. İkincisi də ki, əgər bu sülh müqaviləsi imzalanarsa, Ermənistan və Azərbaycan arasında sülh yaranarsa, təbii ki, avtomatik olaraq həmin bax bu Avropa sülh məramlı müşahidə nümayəndələrinə heç ehtiyac qalmayacaq da. Ondan sonra nəyi müşahidə eləyəcəklər bunlar? Kimi nəzarətdə saxlayacaqlar? Sülhdür, əmin-amanlıqdır, atəşkəsdir, heç bir şey yoxdur, problem yoxdur, məsələlər öz çözümünü tapıb, sərhədlər delimitasiya olunur və salam qutardı, getdi. Yəni onlar öz missiyasını bitirmiş olacaqlar. Məsələ axı bundan deyil. Mən yenə də deyirəm, burada nə baş verirsə regionumuzda, xüsusən də Ermənistan və Azərbaycan sərhədində əslində düz deyir, mənim də düz deyir. Deyir ki, bizim Ermənistanla aramızda elə bir qorxulu, bir vahiməli bir problemimiz yoxdur bizim. Söhbət məsələ, yenə deyirəm, regionda İran və Rusiya məsələsidir. Bütün məsələlər, bütün başımıza gələn bəlalar, bugünə qədər çəkdiyimiz bu əzablar hamısı yenə bax, bu Rusiya ilə bağlıdır, İranla bağlıdır. Bu baxımından əgər bu məsələlər öz çözümünü taparsa, biz də çox əmin-amanlıqla yaşayacağıq. Düzdür, indi o demək deyil ki, ermənilər gəlib bizdən can qardaş olacaqlar. Heç vaxt ömür boyu erməni, ömür boyu Azərbaycanlıya, Türkiyə düşmən kimi baxıb, belə də 100 ildə, 200 ildə hələ də baxacaqdır. Amma bu o demək deyil ki, biz yəni bu vəziyyətdə qalacaq. Sülh olacaq, əmin-amanlıq olacaq. Azərbaycan əskəri sərhəddə həlak olmayacaqdır, şəhid verməyəcək. Yəni bax, bu çətinliklər, bu gərginlikdən aradan qaldırılacaqdır. Həmin o Zəngəzur dəhlizi açılacaqdır. Ən azından Naxçıvandakı qardaşlarımızla bizim əlaqələrimiz, quru əlaqələrimiz yaranacaqdır. Əziyyətlər çəkməyəcək. Bax, biz bu yaxınlarda İqdirə qazı çəkdik, İqdirdən Naxçıvana biz qazı çəkdik. Biz baxın görün, nə qədən uzaqlıq yolları, nə qədən əhatə elədik. Karsa gəldik, Karsdan İqdirə gəldik, İqdirdən getdik, çıxdıq Naxçıvana. Halbuki Naxçıvana verəcəyimiz o qaz borusu, həmin o Məğri dəhlizi ilə biz əgər bu qazı ötürsəydik, 40 kilometr idi. 40 kilometrdən sonra bizim o Naxçıvana İran verəcəkdi, o qazı da verəcəkdi. Ermənilər də bundan xeyir görəcəkdilər. Bax, başı bəlalı bu xalq, xəstədirlər də, bunlar genetik xəstədirlər. Bunlar mümkün deyil müalicə eləmək. Ona görə də bax, bu oyunçuların əlində oyuncağa çeviriblər ki, məhz həmin o qaz, o əziyyət, o əzab, o artıq xərclər getsinlər, Fransın, hərənsın, getsin, çıxsın, getsin Naxçıvana çatsın. Bu baxımından mən hesab edirəm ki, regionumuzda baş verəcək istənilən dəyişikliklər, istənilən çətinliklər yenə də Azərbaycanın xeyrinə həll olunmalıdır. Düzdür, və bəzi başqa bir dövlətlərdə, ölkələrdə Azərbaycanın əleyhinə, ziyanına işlər görülür, planlar qurulur. Amma mən düşünürəm ki, Azərbaycan bundan da ötəsindən gələcək layiqincə. Düzdür, biz danışırıq regionla bağlı Azərbaycan-Ermənistan münasibətlərindən, ancaq bizim münasibətlərə də bir növ təsir edən qlobal hadisələr var. Söhbət təbii ki, Rusiya-Ukrayna cəbhəsindən gedir. Az öncə müəyyən bir hissəsinə toxundunuz siz, Abdalov bəy ki, yəni oradakı proseslər yekunlaşmalıdır ki, hansısa digər regionlara da keçid olunsun deyə. İstəyirəm bir qədər də Rusiya-Ukrayna cəbhəsindən danışaq, çünki Ər-Riyadda görüş keçirilib və önəmli görüşlərdən biridir. Nəzərə alsaq ki, bundan öncəki görüşlər paralel şəkildə aparılmırdı. Birinci Rusiya ilə aparıldı, daha sonra Ukrayna ilə ayrıca, ancaq bu dəfəki görüş demək olar ki, həm Birləşmiş Ştatlar Rusiya, həm də Birləşmiş Ştatlar Ukrayna arasında paralel keçirilir. Düzdür, Ər-Riyaddakı görüş hazırda Rusiya Birləşmiş Ştatlar nümayəndələrinin arasında olub-olmağına qapalı keçirildi jurnalistlərə. Yəni heç bir məlumat verilmədi, açıq şəkildə göstərilmədi deyilir. Ancaq Rusiya tərəfdən bir mövqe gəldi ki, biz Ər-Riyaddakı danışıqları daha yaradıcı hesab edirik. Siz necə düşünürsünüz? Həqiqətən bir əhəmiyyəti olacaqmı Ər-Riyaddakı görüşün? Yəni nəyəsə nail olunacaqmı ciddi mənada? Təbiidir, elə nəyəsə nail olunacaq görüş budur. Bundan sonra problemlər başlayır. Əslində qalsa atəşkəs ən asan mərhələ idi. Və onu da sizə xatırladım ki, Ağ Evdəki dava elə atəşkəsin üstündə idi. Zelenski qəti şəkildə etiraz edirdi ki, sən niyə atəşkəsə getmək istəyirsən? Putin məni 25 dəfə alladı. Yəni ona güvənib atəşkəsə getmək olmaz. Çünki atəşkəs sülh sazişinin birinci mərhələsidir.
Sonradan da qovulduktan sonra sözünü geri götürdü ve dedi ki razıyam. Bəli. İndi ateşkes en asan hissə de hesabda. Her iki taraf kifayət qədər itki verib, her iki taraf buna getmək istəyir. Ukrayna istəmirdi, artıq razıdır. Ancaq burada problem nədir? Rusiya sülh danışıqları ərəfəsində daha çox şeyə nail olmaq istəyir. Kursk demək olar ki, təmizlənir. Bir-iki məntəqə qalıb. Onda hamı bilir ki, uzun müddət orada qalmaları qeyri-mümkündür. Ancaq Sumi vilayətindən istəyir müəyyən qədər ərazilər işğal eləsin. Uzun müddətdir Pakrovski tuta bilmir. Ümid edir ki, bəlkə o çox mühüm əhəmiyyətə malik olan bir şəhərdir. Bəlkə oranı da tutdu. Bəlkə biraz irəlilədi. Misal üçün Donetsk vilayətinin 60%-ni işğal eləmişdi. İndi son aylarda 6% işğal eləyib. 66% Donetskə nəzarət eləyir. İstəyi nədir? Bütövlükdə bu 4 vilayətin hamısının ərazisi inzibati sərhədlərindən hesablayıb götürmək. Və bunun üçün də fikirləşir ki, əlimin güclü olmaq üçün daha çox ərazi işğal eləməliyəm. İndi nə qədər bunu uzada bilər? Belə bir təklif verdi ki, əvvəlcə energetik obyektlərlə bağlı razılaşma olsun. Hələ sənəd imzalanmadığına görə vururlar bir-birini. Şifahi razılaşma. Amma Ukrayna tərəfdən açıqlama gəldi ki, bizim əsas istəklərimizdən biri, hansı ki görüş Birləşmiş Ştatların Ukrayna nümayəndələrinin arasında keçirilən görüşdə ki, ilkin olaraq o təhlükəsizlik məsələlərinin təmin olunması və enerji olan struktur yerlərin məhz vurulmaması məsələsidir. Bu Ukrayna tərəfinin eyni zamanda deyildi ki, amma Rusiya tərəfinin də şərtləridir. Yəni razılığa gəliblər deyəsən o mənada. Amma bilmirik, Riyadakı görüşdən ümumiyyətcə nə çıxacaq? Ukrayna çox şey istəyə bilər. Ancaq Amerika nümayəndəsi əvvəlcədən dedi. Burada müzakirə olunacaq məsələ ilk növbədə dənizdə ateşkəsə nail olmaq və sonra təmas xəttində ateşkəsə nail olmaq. Hələ bu məsələlər, ateşkəs məsələləri müzakirə olunub, sənəd imzalanmasına nail olmaq istəyirlər. Təhlükəsizlik məsələsi sonraki mərhələdir ki, çox ağır məsələdir və burada çox ciddi problemlər var. Əgər bu məsələyə girişsələr, aylarla ərriyyətdə oturmalıdırlar və 3-4 aydan sonra da nəticəsiz uzaqlaşmalıdırlar. Çünki Rusiya qəti şəkildə deyir ki, orada Avropa ölkələrinin sülh olmamalıdır, bəli. Ola bilməz. Braziliyanın, İndoneziyanın, hətta Çinin də sülh məramlarına razılıq verir. Ancaq Ukraynada mövqeyi tamamilə fərqlidir. Demək istədiyim odur ki, ərriyyət görüşündə nəticə mümkündür, ateşkəslə bağlı razılığa getmək mümkündür. Ancaq digər məsələlərə keçsələr, əsas problemlər var. Elə sizin sözünüzə qüvvət, Ukrayna tərəfdən mövqe gəldi ki, 2 nəfər, daha doğrusu Ukrayna nümayəndəsi 2 gün daha qalacaq Ər-Riyadda. Çünki elə qeyd etdik sizin dediyiniz kimi, məsələ ciddi məsələdir və uzana biləcək bir prosesdir. Bu qədər uzana biləcəyini təbii ki, bütün ekspertlər təhlil edir ki, vəziyyət ciddidir, ciddi olmağına. Sizin gözləntiləriniz nələrdir Ər-Riyaddakı görüşdən sonra? Düzdür, Qaradənizdəki gəmilərin təhlükəsizliyi məsələsi və uzun müddətli bir atəşkəsin əldə olunması üzərindən danışılacağı deyilməyinə. Başqa hansısa məsələlər gündəmdə ola bilərmi? Daha ciddi, yəni qapalı da ola bilər bu. İndi burada əsas məsələ atəşkəsdən söhbət getmir və danışıqdan, barışıqdan da söhbət getmir. Ən vacib olan məsələlərdən biri hal-hazırda tərəflərin oturub masa arxasında davamlı olaraq danışıqların aparılmasıdır. Yəni razılığa gəlinməsidir. Yəni indi təbii ki, indi burada tərəflər əgər razılığa gəlsələr, hansısa prinsipial məsələlər öz həllini tapandan sonra təbii ki, artıq oturub sülh məsələsini müzakirə edə bilərlər. Amma hansı formatda aparılacaq? Bax, Abtal müəllim qeyd elədi, mən biraz əlavələr eləyim. Həqiqətən də Rusiyanın o 3 bölgə, 4 bölgə ki var, hansılar ki orada nəzarətindədir və əldən vermək istəmir ümumiyyətlə. Çünki Ukraynanın ən əsas vacib, varlı, karlı olan o dəmirdir, misli falandır, urandır, falandır. Həmin o bölgələr. Əlbəttə ki, ən çox sərvəti olan yerləri Rusiya alıb da öz nəzarətindən və onu da qətiyyən əlindən vermək istəmir. Üstəlik də ki, Amerika, yəni Trump hakimiyyəti bugün ora iddialıdır daha çox. Oradakı olan yeraltı mədənləridir falandır. Bu baxımdan bu məsələlər öz həllini tapmalıdır. İstər istəməz nə bu tərəf güzəştə gedəcək, nə o tərəf güzəştə getməyəcəkdir. Ona görə də biraz bu sülh məsələsi biraz fərqli məsələdir, biraz çətin, çox uzun uzadı bir məsələdir. Bu baxımdan ən əsas məsələ odur ki, tərəflər hələ ki dayansınlar, hardakı hansı mövqeləri əldə keçid saxlayıblar, o mövqelərdə qalmaqdır və oturub ətraflı tərəflər arasında danışıqların davam edilməsidir. Çünki bu günə qədər bu alınmayıbdır. Türkiyədə baş tutmadı məsələ üçün. Dəfələrlə
Əvvəldən də Türkiyədə görüşdülər, alınmır. Mümkün deyil. Yəni Zelenski deyir ki, mümkün deyil. Yəni Rusiya çıxmalıdır. Vəssalam, qurtardı getdi. İndi Tramp hakimiyyəti necə eləyəcək, nə tər eləyəcək, bunları necə razılığa gətirəcək. Amma mən hesab edirəm ki, artıq iyul aylarında müəyyən qədər bu razılaşmalar olacaqdır. Müəyyən qədər bax bu atəşkəsdir, bu falandır, bu hücumlardır, bunların qarşısı biraz səngiyəcəkdir. Müəyyən qədər oturub danışıqlar aparmağa şanslar olacaq. NATO-ya qoşulmamaq məsələsi. Şərt kimi qoyub. Bəli, Rusiyanın əsas şərtlərindən biri. Az öncə Abdullah bəy də qeyd elədi ki, Avropadan sülh məramı adı altında qüvvələrin gəlməməsi məsələsi. Bunun üzərində çox dayanır Rusiya, ancaq Avropanın da özünün də maraqları var. Siz düşünürsünüzmü ki, hansısa bir formada ya Rusiya bu istəyindən geri çəkilir, ya da ki, Avropa həqiqətən Rusiyanın tələbinə razılıq verər də ora hansısa bir qüvvə yerləşdirməz. Çünki o bir növdə ilə Avropanın özünün təminatı deyilmi Ukraynadakı nəzarəti saxlasın? Bəs mən ona görə deyirəm ki, burada bu danışıqlar əsnasında indi Rusiyanın hansı mövqe tutacaq, harda yumuşalacaq, harda güzəştə gedəcək, bu indidən bunu demək biraz çətindir. Amma hal-hazırda Avropa özü qorxu içindədir. Tamam, indi Avropa fikirləşir ki, Trampa çox da bel bağlamaq olmaz. Çünki artıq gördülər ki, etibarsız bir partnyordur. Razılaşarlar, o tüm qoyulan şərtlərə Ukraynaya dəstək verərlər. Amma heç kim zəmanət vermir ki, sabah Rusiya Polşaya hücum eləməyəcək, Pribaltik ölkələrinə hücum eləməyəcək, oraları zəbt eləməyəcək, işğal eləməyəcəkdir, dağıtmayacaqdır, oranı Avropanın qapısıdır da, o dağıtmayacaqdır oralar. Ona görə zəmanət olmadığı üçün heç cürə mümkün deyil. Bu baxımından istər Almaniya, istər Fransa, istərsə də İngiltərə bütövvar gücləri ilə çalışırlar ki, Ukraynanın mövqelərini möhkəm olaraq göstərsinlər, dəstək də olsunlar, maliyyə yardım istəyir, hərbi yardımı olsun ki, ta ona qədər ki, Ukraynanın mövqeləri zəifləməsin. Avropa çox gözəl bilir ki, Amerika bu dəqiqə Avropanın dağılmağının tərəfindədir. Çünki getdikcə avro yüksəlir, güclənir, dollar dəyərini itirir. Bu Amerikada bunu istəməyəcək. Əgər dollar öz dəyərini itirir, Amerika bitdi. Bu baxımından avronun aşağı düşməsi, ümumiyyətlə avronun ticarətdən bu ərəfədən götürülməsi və Avropanın zəifləməsi Amerikanın bir nömrəli maraqlarından biridir, əsaslarda ona görə. Ona görə çalışır ki, bax bu danışıqlar əsasında Avropanın, belə deyək də, NATO'nun getdikcə də Ukrayna cəbhəsində yer almasının qarşısını almağa çalışsın. Bu arada elə Birləşmiş Ştatların istəyindən biri də ən önəmlisi yeraltı sərvətlə bağlıdır. Abdullah bəy, deyilənə görə bu rəsmi tərəfdən verilən açıqlamadır Birləşmiş Ştatlardan ki, bir 40 səhifəli yeraltı sərvətlə bağlı müqavilə hazırlanıb Birləşmiş Ştatlar tərəfindən və Ukraynaya təqdim olunacaq. Xatırlayırsınızsa birinci görüşdə səhv etmirəmsə Münhen təhlükəsizlik konfransı idi. Orada Zelenskiyə təqdim olunmuşdu, ayaqüstü deyildi həmin sənədi, amma imzalamamışdı. Çünki oradakı müəyyən bir qaydalara razılıq verməmişdi Zelenski. Sizcə bu 40 səhifəlik yeni razılaşma Zelenskinin də tələblərinin olduğu və razı ola biləcəyi bir sənəddirmi, layihədirmi? Buna qol çəkərmi sizcə? Zelenski ağır durumdadır. Ağ evə, Vaşinqtona həmin sənədi imzalamağa getmişdi. Və ilk layihəni Maliyyə Naziri gətirmişdi, Ukrayna qəbul eləmədi. Sonra başqa bir nümayəndə getdi. Orada da razılığa gəlmədilər. Üçüncü variantda razılaşmışdılar. Və hesabda imzalamaq üçün getmişdi və orada məlum o qalı saldı. İndi o Amerika tələsmir. İndi siyahını artırır, siz deyən kimi artıq böyüyür siyahı. Çünki çarəsiz durumda olduğu göz qabağındadır. Və daha artıq güzəştlər tələb edir, fikir verir. Zaporojye atom elektrik stansiyasından başqa Ukraynanın digər atom elektrik stansiyalarını da özəlləşdirmək istəyirlər. Onlar da istəyir. Yəni, Ukraynadan götürülməsi mümkün olan hər şeyi almaq istəyirlər. Zelenskinin yox demək şansı varmı? Təbii ki, yoxdur. Amerika çəkilsə, Ukraynaya kömək eləməsə, kömək eləyə dayana bilmədi. Bax, son 24-cü il, 2024 və 2023-cü ildə Ukrayna yalnız torpaq itirib. Yalnız torpaqlar itirib. Yəni, bir addım da qabağa gedə bilmədi. Yalnız 2022-ci ilin sentyabr, noyabr aylarında əks hücum uğurlu oldu. Yəni, Amerika Birləşmiş Ştatlarının və Avropanın bir yerdə yardımı kömək eləmədisə, Amerika çəkilsə, təkcə Avropa nə dərəcədə kömək eləyər? Amma Avropa həmişə qeyd edirdi ki, Birləşmiş Ştatlar təhlükəsizlik zəmanəti verməlidir. Çünki özləri də bilir ki, Avropa heç bir şey ilə bilməz Birləşmiş Ştatlar razılıq verməsə. Özləri üçün də Avropa üçün də ən maraqlısı nədir? Biz həmişə deyiblər ki, NATO
deməli nizamnaməsinin NATO-nun yaradılması haqqında sənədin 5-ci maddəsi var və orada yazılıb ki, NATO-nun bir üzvünə hücum hamısına hücumdur və müdafiə olunmalıdır. Ancaq heç kim onu diqqətlə oxumur. Orada yazılıb ki, hərbi müdaxilə də daxil olmaqla kömək göstərməlidir. Yəni elə bir öhdəliyi yoxdur ki, mütləq Pribaltikaya görə Amerika gəlsin vuruşsun ya Fransiyaya görə vuruşsun. Daxil olmaqla deyir, yəni silah da verə bilər, başqa dəstəklər də verə bilər. Mütləq müharibə eləməlidir, öhdəliyi yoxdur 5-ci maddədə. Ancaq indiyə qədər cəmiyyət belə qəbul eləmişdi. Trump gələndən sonra başa düşdülər ki, başqa şey belə deyilmiş əslində. Əslində qalsa belə deyil və Avropa özü çox ciddi təşviş içindədir. Bu birisi tərəfdən də indi Ukraynanın vəziyyəti, Ukrayna indi nə edə bilər? Arada 3-4 gün Amerika Birləşmiş Ştatları yardımı dayandırdı və kəşfiyyat məlumatlarını vermədi. Və dərhal da qorxuya düşdü. Zelenski dedi, hər şeyə hazıram. Hər şeyə hazır olub. Hətta özləri də təkid elədi Zelenskiyə ki, gedib danışmalısan sən Birləşmiş Ştatlarla. Təbii və xüsusilə bu nadir yer elementləri ki, bütün dünyada populyarlaşdırdı onu. Bəli. Deməli, hesablamalara görə hardasa 26 trilyonluq sərvəti var Ukrayna ərazisində. Onun 70%-i Dnepropetrovsk vilayətində daxil olmaqla Zaporojye, Xerson, Donetsk və Lugansk ərazisindədir. Yəni Rusiyanın demək olar ki. Hələ Dnepropetrovsk tuta bilməyib, indi növbətə istiqamət oradır. Ancaq yerdə qalan hissədə 12-13 trilyonluq sərvət var. Ancaq yerdə qalan 50%-i də Ukrayna nəzarətindədir. Ona görə Trumpın gözü daha çox Ukraynanın nəzarətində olan hissədə. Yəni deyirsiniz, Trump bir növ pulun qoxusunu alıb, indi oradan əl çəkməyəcək Ukraynadan. Biznesmendir də, alverçidir də. Bəli, o ancaq hər şey alver gözü ilə, pul bu gözü ilə baxır. Açıq şəkildə biznes maraqlarını ortaya qoyan dövlət başçısı olmuyor. Hər şeyə o gözdən baxır. Və siz təsəvvür edin, Putin'in telefon danışığında ərəfəsində dedi ki, mən enerji məsələlərini də müzakirə eləyə bilərik. Və mətbuatda belə bir informasiya getdi ki, görürsünüz, Trump Zaporojye Atom Elektrik Stansiyasından Ukraynanın istifadə eləməsini danışmaq istəyir. Sonra nə məlum oldu? Məlum oldu ki, deyir, onu ver mənə, mən işlədim. Eyni zamanda yerdə qalan 4 atom elektrik stansiyasında tələb edir. Yəni, tələblər günü-gündən artır, səhifələr artır və açığı Zelenski nə cür buna etiraz eləsin, yaxud nə cür razılıq versin, nə amma cür qol əslində çəksin. deyilənə görə Zelenskiyə elə ilk başda, müharibənin başladığı ilk ayda çox daha zəif, az itkilərlə, bir təkliflərlə gəlinmişdi. Macron gəlmişdi. Bəli, ancaq qəbul etməmişdi. Daha sonra bir ay sonra yenidən təklif olunmuşdu, yenə qəbul etməmişdi. İndi daha çox yeri bitirəcək, belə görünür. Yeri gəlmişən, Tilman mənə, hər dəfə kim qalibdir, Ukrayna nə dərəcədə qalib sayılar sualına cavab verəndə o məsələyə qayıtmalıyıq. Fevral ayının 8-də müharibədən 2 həftə əvvəl ortaya qoyulan təklif belə idi. NATO üzvlüyündən imtina elə, neytrallığını elan elə, sənin Donetsk və Lugansk olan ərazidən çıxırıq biz, ancaq onlara status ver. Yəni, Krım istisna olmaqla Ukraynanın ərazi bütövlüyü təmin olunurdu. Bir şərtlə ki, neytrallığını elan eləsin. Onu elan eləmədi. İndi artıq 130 min kvadrat kilometrə qədər ərazi işğal oldu. İtirəcək. Təsəvvür edin. Və bu vəziyyətdə indi o sənədən nə cür Zelenski qol çəkə bilər, yaxud ona vəz eləyəcək kim ona qol çəkə bilər? Telman bəy, çox qısa bir zamanınız var, amma sizin də fikrinizi istəyirəm son olaraq alım. Siz nə düşünürsünüz? Bu olayla bağlı, gedişatla bağlı. Belədir də, Zelenskinin seçimi qalmayıb. Əgər Amerika əl çəkərsə yardımdan, qalarsa İngiltərə, Almaniya, Fransa falan. Bunlar da zaman-zaman yavaş-yavaş geri çəkiləcəklər. Yəni bu da yetərli olmayacaqdır Zelenski üçün dəstək. Burada mütləq şəkildə Amerikanın dəstəyi lazımdır. Həm diplomatik, həm kəşfiyyat məlumatlarının baxımından, həm orada digər məsələlər var ki, o məsələlər diplomatik məsələlərdə. Amma yolu var, çıxacaq yolu var, bunun çıxış yolu da var. Təbii ki, Zelenski əgər buna razılaşarsa, nə ola bilər ki, mən düşünürəm ki, bu ərəfədə artıq Zelenski Ukraynada hakimiyyət dəyişikliyi təşkil edər. Ola bilər, senariyada bu da ola bilər. Hakimiyyətdən gedə bilər, digəri gələ bilər və o digər gələn şəxs indi zaman özü göstərəcək. Təşəkkür edirəm. Minnətdaram hər birinizə təhlilləriniz üçün, studiya qonağımız olduğunuz üçün. Bir daha xatırladaq, hörmətli tamaşaçılar, bizimlə həmsöhbətimiz, peşəkarlarımız
siyasi ekspert Avutalov Səmədov və hərbi ekspert Telman Qasımov idi. Həm regionla bağlı məsələləri, Azərbaycan-Ermənistan münasibətlərindən bir qədər danışdıq. Təbii ki, dünyanın gözünün diqqət mərkəzində olduğu Riyadakı Rusiya-Ukrayna məsələsi, yəni Birləşmiş Ştatlar Rusiya nümayəndələrinin görüşündən də bir qədər danışdıq. Hələ ki, bu məsələlərdən peşəkar mübahisəmizi burada yekunlaşdıraq. Yeni mövzularla qarşınızda olacaq. Hələlik.